Yatırım eləmədən bir çox proyektdən, platformadan qazanc əldə etmək istəyirsinizsə, bu video sizlər üçündür. Bu videonun bir qismi Kaito haqqında olacaq, bir qismi isə virtual haqqında olacaq. Kaito ilə əslində heç bir yatırım eləmədən yüksək qazanclar qazana bilərik. Təbii ki, bunun üçün aktivlik lazımdır bizə və Twitter hesabı lazımdır. Biz Twitter hesabımızı gücləndirəcəyik. Başlanğıc olaraq Kaito ilə başlayıb virtualsa davam edəcəyik. Qeyd eləmək istəyirəm ki, öncədən videomuz yəqin ki, biraz uzun gedəcək, amma mən düşünürəm ki, bu video hər biriniz üçün yararlı olacaq. Məncə artıq Azərbaycanlı istifadəçilər də Twitterda aktiv olmalıdır və Kaito hype-ına qoşulmalıdır. Videomuzu bəyənib kanalımıza abunə olmağı unutmayın. Gəlin videomuza başlayaq. Gəlin öncəliklə Kaitoya qeyd olmayanlar üçün Kaitoya sıfırdan qeydiyyat necə olur onu göstərim. Linkləri videonun açıqlamalar bölümündə paylaşacağım zaten. Bunun üçün bizlərə Twitter hesabı lazımdır və Twitter hesabımız minimum 100 takipçi olmalıdır. 100 takipçinin üzərində olmalısınız. Əgər deyilsinizsə Telegram qrupumuzda yazın, qarşılıqlı takipləşin. 100 takipçini məncə çox asan bir şəkildə keçə bilərsiniz. Deyək ki, 100 takipçili bir Twitter hesabınız var. Linkę tıkladınız, Kaito'ya girdiniz. Sol aşağıda sign in bölümü var. Oraya tıklayırsınız. Twitter'ınızdan giriş edirsiniz. Twitter'ınızı bağlayırsınız bura. Daha sonra bizdən bir tweet atmağımızı istəyir və post deyərək tweet atırıq. Sonra get started düyməsinə tıklayaraq davam edirik. Kaito hesabımız artıq açıldı. Yəni ki, biz Twitter'ımızla Kaito'nu bir-birinə bağlamış olduq əslində burada. Artıq öz hesabıma keçid edirəm. Kaito'nun detaylarına girməmişdən əvvəl Chrome ekləntiləri var bəzi. Mən bunları göstərmək istəyirəm sizlərə. Bunları mütləq şəkildə istifadə edin məncə. Qrupumuzdan Graham adminimiz eyni zamanda paylaşım edib. Bunun paylaşım linkini paylaşacağım sizə. Linkini qoyacağım videonun açıqlamalar bölümünə. Oradan girib bütün linkləri əldə edə bilərsiniz və öz Chrome'unuza qoşa bilərsiniz. Öncəliklə Valchain var burada. X-Score göstərir. Bunun nə olduğunu deyim. Gəlirik burada linkə tıklayırıq. Daha sonra Chrome'a əlavə elə deyirsiniz. Burada əlavə olunur. Sonra Ethos'da eyni şəkildə gəlirsiniz. Linkə tıklayırsınız. Chrome'a əlavə edirsiniz. Növbəti isə Yaps Score Weaver'dır. Bunu da əlavə edəcəyik. İndi gəlin bunların nə işə yaradığını sizlərə deyim. Öncəliklə X-Score. Bax, adının sonunda 14 var. Məndə nə qədərdir? 7-dir. Bu rəqəm nə qədər yüksəkdirsə, bu o deməkdir ki, bu insan Twitter'da aktivdir və yararlı paylaşımlar eləyir. Təbii ki, 300, 500, 1000 görməmişəm, yox, yalan deməyim. Amma 100, 200, 300, 500 civarında puanı olanlar da var. Siz burada yaxşı paylaşımlar etdikcə, yararlı paylaşımlar etdikcə, insanlara kömək elədikcə sizin burada xalınız artacaq. Sonra gəlir Ethos Network. Bu da eyni zamanda sizin Twitter'da nə qədər yararlı paylaşım elədiyinizə, nə qədər aktiv olduğunuza baxır. Siz bu ekləntiləri əlavə elədikdən sonra ümumi Twitter'da hər kəsin puanlarını, xallarını görə bilərsiniz. Bu şəxs 1150-dir. Algoritma sizin paylaşımlarınızı nəzərə alaraq sizə bir xal verir hal-hazırda. Məndə neytraldır, 1200 xallayam. 1600 xallı üstündən çıxanda göy rəngdə olacaq, sonra yaşıl, sonra bənövşəyə bu şəkildə gedir. Yaps ekləntisi də Twitter'da gördüyünüz insanların Kaito'da nə qədər Yaps topladığını, Yaps da Kaito proyektinin bir pointidir. Xal deyək, xal. Yaps xal deməkdir. Kimin nə qədər xalı varsa, baxın burada göstərir. Bir ay ərzində, bir həftə ərzində, 24 saat ərzində nə qədər xal qazanmışsa hamısını göstərir. Eyni zamanda min share bölüm var. İndi bunları Kaito tərəfində detallı şəkildə göstərəcəm. Sadəcə bu ekləntilərin nə olduğunu sizlərə açıqlamaq istəyirəm. Əsasən bu eklentilər sizə kimləri takip etməli olduğunuzu, kimlərlə etkiləşmə girməli olduğunuzu göstərəcək. Yəni sizin işinizi asanlaşdıracaq deyim. Tamam, keçək Kaito Yaps tərəfinə. Deməli, sol tərəfdə leaderboards var. Leaderboardsa girəndə burada bizi pretigi və postigi olaraq iki səhifə qarşılayır. Burada sağ tərəfdə tokeni olan proyektlərdir, sol tərəfdə isə tokeni hələ olmayan proyektlərdir. Burada bəzi proyektlər var ki, siz burada həftəlik sıralamaya girə bilsəniz, aylıq olaraq sizə mükafat verə bilir. Amma bəzi proyektlər də var ki, siz o sıralamada qalsanız bir müddət, ən azından 5-10 dəfə belə Twitter'da yararlı bir, ağıllı bir paylaşım eləsəniz, o airdrop paylayanda Kaito tərəfində aktiv olanlara da airdrop verir. Bir neçə gün əvvəl Huma tərəfindən çox qəşəng airdroplar oldu. Kimlərə? Kaito'da Huma sıralamasında olanlara və bundan əlavə Huma haqqında Twitter'da bir neçə yararlı paylaşım eləyən istifadəçilərə. Yaxşı, biz burada necə
necə sıralamalara girə bilərik, nə cür paylaşımlar eləməliyik. Gəlin mən Virtuals'dan sizlərə misal göstərim. Mən hal-hazırda Virtuals tərəfində aktiv olduğum üçün Virtuals'ın sıralamasına girməyə çalışıram eyni zamanda. Çünki Virtuals'da ilk 1000 aktiv sıralamaya girə bilsəm, hər gün mənə Virtuals tərəfindən point gəlir. Virtuals'a girdim, məni belə bir səhifə qarşılayır. Aktiv olan son günlərdə, son saatlarda ən çox sıralamada qalxan şəxsləri falan göstərir mənə. Burada aşağı düşürəm. Burada deməli Minshare bölümü var. Burada ən çox baxın, hamısı bir-biri ilə əlaqəli insanlardır. Yəni bu deməkdir ki, bu insanlar bir-biri ilə etkiləşmə keçiblər və sıralamada yuxarıda olan şəxslərdir. İndi biz bu sıralamaya girmək üçün nə etməliyik? Baxın, buradakı şəxslər var. Buradakı şəxslərlə biz Twitter'da etkiləşməyə girməliyik. Deyək ki, bu şəxs kimdir? Ether Mage'dir. Bu şəxs virtual haqqında yararlı, maarifləndirici, xəbər tərzində hər hansı bir paylaşım edibdir. Siz onun paylaşımına doğru şəkildə, uyğun şəkildə elə bir yorum yazsanız ki, o sizə cavab versin, siz onunla etkiləşmə girmiş olursunuz. Daha sonra digər sıralamada olan şəxslərlə də eyni şəkildə yorum yazırsınız postlarına, onlarla etkiləşmə girməyə çalışırsınız. İndi düşünürsünüz ki, tamam, mən girdim ona yorum yazdım, mənə cavab yazdı, hə, nə olacaq burada? Siz bunu eləyəndə Kaito'nun süni intellekti sizi kəşf eləmiş olur və sizi yavaş-yavaş sıralamaya yüksəldir. Gəldik burada 7 günlük, 30 günlük, 3 aylıq, 6 aylıq və s. sıralamaları göstərir. Məsələn, 100x Darren. Gəldim üstünə tıkladım. Görürəm ki, bunun ümumi sıralaması 6'dır. Baxın, burada göstərir ki, Virtuals'da bu şəxs 6-cı sıradadır. İndi biz nə etməliyik? Biz bu şəxsdən etkiləşmə girməliyik ki, bizim də sıralamada qalxmamıza kömək olsun. Buradan profilin üstünə tıklayanda bizi birbaşa bunun Twitter'ına yönləndirir. Twitter'ına gəldikdən sonra baxırıq bunun son paylaşımlarına. Bir neçə virtual haqqında paylaşımlar eləyibsə giririk, bu həmin paylaşıma tıklayırıq. Onun paylaşımına uyğun bir yorum yazırıq. Əgər o da sizə geri dönüş edərsə, siz onunla etkiləşmə girmiş olursunuz. Əslində biz Graham'la danışdıq bugün və dedi ki, burada bir strategiya var. Necə? Deyək ki, siz Virtuals'ın sıralamasına girməyə çalışırsınız. Bunun üçün Virtuals haqqında yeni bir xəbər olar və yaxud da ümumi Virtuals'dan istifadə qaydası olar. Bu tərzdə bir tweet hazırlayırsınız, paylaşım edirsiniz. Paylaşım edildikdən sonra həmin bu sıralamadakı insanları görürsünüz yəqin ki, təxminən burada ilk 100 nəfəri göstərir. Bu 100 nəfərdən ən az 30'u ilə, 40'ı ilə gün ərzində etkiləşmə girməyə çalışın. Aktiv şəkildə onları izləməyə çalışın, paylaşımlarına yorum yazın və elə yorumlar yazın ki, sizin paylaşımlarınıza geri dönüş eləsin. 3 gün, 5 gün siz bu işləmləri görəcəksiniz. Hələ də sıralamada özünüzü görməyəndə biraz hayal kırıklığına uğramış ola bilərsiniz. Amma bir həftə 10 günün üzərində işlədikdən sonra özünüzə görəcəksiniz ki, həm sıralamada yüksəlirsiniz, həm sizin takipçiləriniz artır, həm də artıq o sıralamadakı insanlar da sizin paylaşımlarınıza etkiləşim verir, yorum yazır artıq. Və bu sadəcə Virtuals üçün keçərli deyil. Huma bir neçə gün əvvəl həmin o insanlara, yəni etkiləşim verən insanlara, aktiv olan insanlara minlərlə dollar, həqiqətən minlərlə dollar, 1000 dollar, 1500, 2500, 3000 dollar civarında airdrop payladı. Bunun üçün hər hansı bir ödəniş eləmişdi onlar? Yox, eləməmişdi. Nə eləmişdi? Sadəcə Twitter'da yararlı paylaşımlar eləmişdi. İndi mən sabahdan etibarən Camp Network haqqında başlayacağım yararlı paylaşımlar eləməyə Twitter'da. Daxil olduq Camp Network'a. Camp Network'də də hal-hazırda sıralamada olan şəxsləri burada görürük. Bu proyekt haqqında ən çox danışanlar və sıralamada yüksələnlərdir. Mən indi burada sıralamada kasmaq istəyirəmsə, sıralamaya yüksəlmək istəyirəmsə nə etməliyəm? Burada 30 günlükdə və yaxud da 7 günlükdə burada üstünə tıklayanda zaten bir şəxsin ümumi bu Camp Network'də neçənci sırada olduğunu göstərir. 2-ci sıradadır. Mən girib bu şəxsin Camp Network haqqında olan paylaşımlarına bir sual versəm, bir yararlı bir yorum yazsam və s. o mənə cavab versə, artıq mən o şəxsdən etkiləşmə girmiş oluram. Və bu da mənim sıralamada yüksəlməyimə kömək olur. Bu danışdıqlarım sizə çətin gələ bilər əslində. Amma ilk 5 gün, 1 həftə biraz çətin olacaq. Amma vaxt keçdikcə özünüz görəcəksiniz ki, artıq sizin paylaşımlarınızın görüntülənməsi artır, artıq paylaşımlarınıza həmin şəxslər də yorum yazmağa başlayır və bəyənməyə başlayır. İndi qısa olaraq Yaps haqqında danışmaq istəyirəm. Əgər Yaps qazanmaq istəyirsinizsə, sizin bir dənə smart follower'ınız olmalıdır. Yəni Inner Cycle deyirlər. Siz biraz öncə saydıqlarımı eləsəniz zaten, böyük ehtimalla siz onları takip etdikcə yararlı paylaşımlar etsəniz, onlar sizi takip eləməyə başlayacaq. Və eyni zamanda siz onlarla etkiləşmə girdiyiniz üçün o şəxslər də sizin paylaşımınıza gəlib etkiləşim verərsə, yorum yazarsa və s. siz həm sıralamalarda yüksəlmiş olursunuz, həm də bunun sayəsində Yaps qazanmış olacaqsınız.
Yapısı nə işinizə yarayır? Bir çox proyekt olur ki, məsələn, ilk 10.000, ilk 20.000 yapı sıralamasına müəyyən airdroplar verir. Kaytonun özü də eyni zamanda yapısı olanlara belirli zamanlarda airdroplar verə bilir. Xcore'u 300'ün üzərində olan bu kimi hesablar inner cycle olur adətən. Yəni girib bunun hər hansı bir paylaşımına elə bir yorum yazsanız ki, o sizə geri dönüş edəsin, bu sizin xeyrinizə olacaq. Mən düşünürəm ki, artıq ümumi olaraq Kaito'dan necə sıralamalara girmək olduğunu və eyni zamanda necə yapısı qazana biləcəyinizi artıq öyrənmiş oldunuz. Hər hansı bir sualınız olarsa videoya yorum yaza bilərsiniz və yaxud da Telegram kanalımızda suallarınızı verə bilərsiniz. Düşünürəm ki, video çox uzandı. Virtual da bu videoya əlavə eləsəm çox uzun olacaq. Virtual da növbəti videomuzda saxlayaq. Bugünkü videomuz bu qədər idi əziz istifadəçilər. Ümid edirəm ki, bu video sizlər üçün yararlı olar. Videomuzu bəyənib yorum yazmağı unutmayın. Kanalımıza da abunə olun ki, növbəti videolardan xəbəriniz olsun. Mən Xəlil. Hər kəsə bol qazanclar.